Salam əziz investorlar və treyderlər. Sizinlə layihə sistem, Guru Markets şirkət haqqında ümumi məlumatla başlayırıq. Biraz daha hər bir parametri daha ətraflı öyrənəcəyik. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq olunan şirkətin bütün göstəricilərini daha diqqətlə öyrənə bilərsiniz. İndi sizinlə şirkətin əsas göstəricilərini müqayisə edəcəyik. Upstart Holdings Inc. ticker WPST. İcmal 03 aprel 2025-ci il tarifinə cari məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət Upstart Holdings Inc. alt kateqoriyaya aiddir. Luans təhlildə 66 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Videonun sonunda sifarişlər cədvəlinə baxın. Sözü gedən şirkət üçün nəticə 10 baldan -7,5. Alt kateqoriya üzrə orta bal 0,4 baldır. Çox geniş baxsanız, cəmi ABŞ birjası daxilində. Görəcəyik, bütövlükdə bütün fond bazarı üçün orta xal 1,9 baldır. Şirkət üçün -7,5 bal hesabına Upstart Holdings Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Upstart Holdings Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görəcəyik. Upstart Holdings Inc. 80,2% dəyişiklik göstərib. 32,1% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu heç nəyi açıq şəkildə göstərmir, lakin bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Upstart Holdings Inc. 4,46 milyard dollardır. Alt kateqoriyanın bazar kapitallaşması 242 milyard dollardır. Upstart Holdings Inc. 1,846% paya malikdir. Bu alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,63 milyard dollardır. Alt kateqoriyanın kapitallaşması isə 128 milyard dollardır. Upstart Holdings Inc. 0,488% paya düşür. Birja paylarını və balans dəyərini müqayisə etdikdən sonra aşağıdakıları görə bilərik. İşğal olunmuş pay Upstart Holdings Inc. alt kateqoriyada bazar kapitalizasiyası üzrə qiymətləndirmə 1,846% təşkil edir. Balansın kapitallaşması 0,488% təşkil edir. Bu, birja kapitallaşmasının payından 74% azdır. Alt kateqoriyada təşkilatın bazar və balans dəyərinin payının qiymətləndirilməsi pis, -1 bal. Şirkətin borc öhdəlikləri 1,52 milyard dollar təşkil edir. Balans dəyərinə maliyyə öhdəlikləri kapitalın 241,3%-ni təşkil edir. Şirkətin borc səviyyəsi üzrə nəticə çox pis, -2 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriyada orta göstərici 19,1-dir ki, bu da alt kateqoriyadakı orta göstəricidən daha pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə səhm qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -128 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət məlum deyil. Və bu şirkət üçün mənfidir. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 7-dir. Alt kateqoriya üzrə orta göstərici 1,7-dir ki, bu da alt kateqoriyadan 312% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bazar qiymətinin onun gəlirinə qiymətləndirilməsi pis, -1 bal. Son 12 ayda gəlir 640 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil.
Bu, şirkətin perspektivləri üçün son dərəcə pisdir. Gözlənilən gələcək satış göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, pis, -1 bal. Satış marjası -20,2%, alt kateqoriyada isə orta hesabla 8,9% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 29,1% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,572% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 223% azdır. Və bu, şirkətin cari birja dəyəri arasındakı uyğunsuzluğu göstərir. Upstart Holdings Inc. çox güman ki, yenidən qiymətləndirməyə doğru. Təşkilatın hər bir işçisi üçün bazar kapitalının məbləği $3,741,000 bərabərdir. Alt kateqoriya üçün isə $1,160,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 222,5% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən bazar kapitalının miqdarının qiymətləndirilməsi, dözümlü, 0 bal. Şirkətin hər bir işçisinə düşən mənfəətin məbləği -$107,700,000-dır. Alt kateqoriya üzrə orta göstərici ilə $60,700,000 və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 77% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Təşkilatın fərdi işçisinə düşən gəlirin məbləği $534,000-dır. Alt kateqoriyaya görə $683,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 28%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən satış həcminin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Satış əməliyyatlarının həcmi 22,5%, alt kateqoriya üzrə orta hesabla 7,3% təşkil edir. Bu, qısa bir sıxılmanın mümkün riskinin qiymətləndirilməsidir. Texniki göstərici RASI 14 şirkət üçün %39 səviyyəsini göstərir. Upstart Holdings Inc. Alt kateqoriya üçün isə RASI səviyyəsi 14, təxminən 51%dir. Potensial olaraq, alt kateqoriyanın səhmləri daha yüksək qiymətləndirilir. Upstart Holdings Inc. Şirkətin cari səhm qiyməti təxminən $47,64. Şirkətin səhmləri üçün konsensus qiyməti təxminən $76,44 təşkil edir. Faktiki təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 60%dir. Sizin üçün mövcud olan sifariş cədvəlinə keçək, link bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm istinad qiymətləndirmə sistemindən istifadə edərək açıq şəkildə qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Şirkətin qiymətli kağızlarının qiymətləndirilməsi nəticəsində Upstart Holdings Inc. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets qərar qəbul edilir. Səhm üçün $47,63 qiymətə düşmək üçün sifariş açın. Sövdələşmə şirkətin kifayət qədər aşağı qiymətə malik olduğu üçün açılıb. Şirkət qiymətləndirmə metodologiyası AKİMin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 33,87 səviyyəsində müəyyən edilmişdir. Stop loss 61,39 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 03 may 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə.
Ticker, SYF, əsas alış sifarişi olacaq. Əsas sövdələşmə ilə bağlı video artıq kanalda yayımlanıb. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. Əks sifariş avtomatik olaraq bağlanır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.